Yay turizm mövsümünün ən qızğın vaxtında işğal altında olan Krım, Ukraynanın artan təzyiqi ilə üz-üzə qalıb. Ukrayna pilotsuz uçuş aparatları yarımadanın nəqliyyat, enerji və hərbi infrastrukturunu hədəfə alaraq məhv edir. Fransanın Le Monde nəşrinin yazdığına görə elektrik və su kəsintiləri, yanacaq qıtlığı, eləcə də ümumi iqtisadi vəziyyətin kəskin pisləşməsi həm yerli sakinlər, həm də turistlər üçün ciddi sarsıntıya çevrilib. Nəşrin müəllifi qeyd edir ki, cəmi bir neçə ay ərzində Rusiya hakimiyyətinin uzun illər əsas istirahət məkanı kimi təqdim etdiyi Krım faktiki olaraq müharibə zanasına çevrilib. Partlayışlar, hava həyəcanı siqnalları, yanacaq doldurma məntəqələrində uzun növbələr və elektrik kəsintiləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu vəziyyət fonunda sosial şəbəkələrdə sakinlərin mövcud durumdan narazılığını ifadə edən video müraciətlər getdikcə artır və müraciətlərdən birində Krım sakini Rusiya rəhbərliyinə belə səslənib. Siz bizə təhlükəsizlik və normal həyat vəd etmişdiniz. Amma reallıqda boş yanacaq doldurma məntəqələri, qorxu, nəzarət, buraxılış məntəqələri, uzun növbələr və tam qeyri-müəyyənliklə üzləşmişik. Məqalədə bildirilir ki, yanacaq böhranı Ukraynanın zərbələrindən sonra Moskvanın təyin etdiyi işğal administrasiyasının benzinin satışını yalnız həyati əhəmiyyət daşıyan xidmətlərlə məhdudlaşdırmasından sonra daha da dərinləşib. Sakinlər yanacağı Krasnodar diyarından Krım körpüsü vasitəsilə özləri gətirməyə çalışsalar da, Ukraynanın neft emalı infrastrukturuna endirdiyi zərbələrdən sonra yanacaq qıtlığı Rusiyanın cənub bölgələrinə də yayılıb. Nəticədə bəzi yanacaq doldurma məntəqələri Krım qeydiyyat nişanlı avtomobillərə xidmət göstərməkdən imtina etməyə başlayıb. Eyni zamanda Rusiya yanacaq təchizatını dəniz yolu ilə kölgə donanması adlandırılan tanker vasitəsilə təşkil etməyə cəhd göstərsə də, Ukraynanın pilotsuz uçuş aparatları həmin tankerləri dərhal hədəfə almağa başlayıb. Yüksək gərginlikli elektrik xətlərinə və yarımstansiyalara endirilən zərbələrdən sonra baş verən elektrik kəsintiləri də eyni dərəcədə ciddi problemə çevrilib. İşğalçıların nəzarətində olan enerji şirkəti yarımadanın müxtəlif bölgələrində geniş miqyaslı elektrik kəsintilərini təsdiqləyir. Davamlı elektrik kəsintiləri səbəbindən sahibkarlar böyük zərərlərlə üzləşdiklərini bildirirlər. Generatorlardan istifadə xərcləri əhəmiyyətli dərəcədə artırır. Üstəlik generatorlar üçün lazım olan benzin də qıtlaşıb. Amerikada fəaliyyət göstərən Müharibənin Öyrənilməsi İnstitutunun qiymətləndirməsinə görə yanacaq, su və elektrik çatışmazlığı ilə yanaşı, pilotsuz uçuş aparatlarının davamlı hücum təhlükəsi qısa müddətli demoqrafik nəticələrə səbəb ola bilər və bu zərbə kampaniyası davam edərsə, həmin nəticələr uzun müddətli təsir göstərə bilər. Le Monde yazır ki, 10 illiklər ərzində Krım sakinlərinin əhəmiyyətli hissəsinin əsas gəlir mənbəyi olmuş turizm sənayesi hazırda faktiki olaraq məhv olur. Rusiyalı turizm şirkətləri və otel sahiblərinin sözlərinə görə insanlar kütləvi şəkildə rezervasiyalarını ləğv edir və işğal altındakı yarımadaya səfərlərdən imtina edirlər. Otellər demək olar ki, boş qalıb. Bununla yanaşı Kerç ilə hərbi obyektlər arasında əlaqəni təmin edən dəmir yolu körpülərinə endirilən son zərbələr Rusiyanın hərbi logistikasını daha da çətinləşdirir. Nəşr sonda qeyd edir ki, Ukrayna qüvvələrinin Krım istiqamətində yeni cəbhə açması vaxtilə yarımadanı birdəfəlik geri qaytardığına inanan Vladimir Putin üçün ciddi nüfuz itkisi hesab olunur.